Hər kəsə salam. Mən Hilal kurslarının ingilis dili müəllimi Yaşxanım Bağırova. Sizə 21 dekabrda kursumuzun təşkil etdiyi 3-cü mövzu sınağının 5-ci siniflər üzrə ingilis dili suallarını izah edəcəyəm. Gəlin başlayaq uşaqlar 26-cı sualdan. Doğru variantı seçin deyir. Choose a correct variant. You can see boşluq in our garden in spring. Uşaqlar, maindən sonra cəm simgələr, butterfly cəmlənməyib çıxırıq. Matchdan sonra flower gəlməz çıxırıq. Elitofdan sonra ladybug doğrudur, yenə cavab C idi. Elitofdan sonra bugs gəlməz, elitl üstəyələk sayılmayan isim. Any frogs, deməli uşaqlar, any frogs burada struktur olaraq doğru ola bilər. Amma uşaqlar, any təsdiq cümlədə işlətməyəcək, ona görə cavab Y variantı. 27-ci suala gəlirik. Uşaqlar, do you have boşluqlar books about nature in your library? No, I don't have. Uşaqlar, sual cümləsidir. Sual cümləsində samı nə vaxt işlədə bilərdik uşaqlar? Xahiş, rica bildirsəydi. Samları çıxdıq. Cavabda inkarlıq verdiyi üçün yenə də samları çıxırıq və no-nu çıxırıq. İki inkarlıq olmaz, qalır cavab C. Samı biz inkarda nə vaxt işlədirdik? İnkardan əvvəl gələrsə, ipucu kimi bunu yadda saxlaya bilərsiniz. 28-ci suala baxırıq uşaqlar. 28-də iki isim yanaşı gəlir. Çox belə, necə deyim, diqqətli olmanız gərəkən sualdır. Qadın yox, tulsa baxırsınız. Tuls alətlər cəm olduğu üçün iz gedir. Zera, yəni burada evimizdə olan bağ alətlərindən söhbət getdiyi üçün arze yox, arzeyr olmalıdır. Cavabda da uşaqlar, Zeranın cavabı özü ilə olmalıdır. Deməli, bu da belə gedir. Cavab qalır B variantı. 29-a baxırıq uşaqlar. 29-cu sualda deməli doğru variantı istəyir. Zera qaydasıdır yenə də. Davam eləyək uşaqlar. Deməli zeris riddle tapmacadır. Sayıla bilən isimdir. E artikli olmalı idi, getdi. B variantı ar var, riddles olmalı idi, getdi. Yəni bu cəmlənməli idi. Çıxdaşla yenə tapsaz daha rahat olar sizin üçün. C variantına nöqtəyə qədər heç bir problem yoxdur. Amma uşaqlar fikir verin. Deyir ki, the children are fond of it. Yəni onu xoşlayır. Amma burada tapmacalar cəmdədir. Nə olmalı idi bu? Zen səhvdir. Ümid edirəm diqqət eləmisiniz. D variantında heç bir problem yoxdur. A lot of gəlib, riddles gəlib, fond of them gəlib. Yenə də baxaq gəlin uşaqlar. Izlə riddles neynəməz? İşlənməz. 30-cu suala gəldik uşaqlar. 30-da Hungry Wolves cəmdir. Deməli, baxırıq, there olmaz, sual cümləsi deyil, there olmaz. Cavaba baxırıq, diqqətli olun uşaqlar. Əgər sadəcə sifət gəlibsə, bunlar hansı nitq hissəsidir? Sifət. Vəhşi və təhlükəli. Zera qoya bilmərik. Cavab qalır A variantı. Deyir ki, qışda, meşədə ac deməli canavarlar var. Onlar vəhşi və təhlükəlidir. Yəni onlar, zeyar. 31-ə keçək uşaqlar. These policemen olacaq they, polis adamlar. Bu birisi tərəfdə də uşaqlar wet deməli baytar, them olmaz. Qalır cavab D variantı. 32-ci suala baxırıq uşaqlar. Present simple-da do-la cavab verilibsə, do-nu da axtarmalıyıq. Getdi, ar getdi, daz getdi. B-yə baxaq. Uşaqlar, şay nədir? Utanqac. Biz bilir ki, do varsa, struktura əsasən do, üstə ilə cəm mübtəda, üstə ilə feil. Feilimiz yoxdur, çıxdıq. Şay nədir uşaqlar? Sifətdir, utanqac. Feil deyil ki, do verək. D variantı, to be ifadə. Yenə də do olmaz. Cavab qalır Y variantı. Uşaqlar, 33-ə baxdıq. Deməli, alimin layihələri. Alim təkdir uşaqlar. Deməli, hörsə çıxdım ümumiyyətcə burada. Yəni, əlaqəsi yoxdur. His də hördə ola bilər. Deməli, nə edirəm? İkinci tərəfə baxıram. Uşaqlar, əgər his vermişəmsə, bu birisi tərəfdə, yəni adlı xal, it ola bilərmi? Xeyr. His vermişəmsə, she ola bilərmi? Xeyr. Aha, her, she, okeydir, his, he, okeydir. Deməli, nəyə baxırıq uşaqlar? Tamamilə diqqət edirik cümlənin axırına. Layihələr cəm olduğu üçün layihələrin obyekt halı nədir uşaqlar? Them. Ona görə cavab burada olacaq. C variantı. Uşaqlar, gəlin 34-də baxaq. Deməli, 34, they have teddy bear. Çox asan bir sualdır uşaqlar. Cavab Y variantı. Çünki a lot of-dan sonra cəmlənməli idi, maindən sonra cəmlənməli idi. Only a few, few, yəni bunlardan sonra cəmlənməli idi. Yəni, bəzən bəzi suallar fikir verirsiniz, heç sizin bir dəqiqənizi belə almır. Yəni, rahat suallardır.
Daha sonra uşaqlar, deməli 34-dən sonra gəlirik 35-ci suala. 35-də deyir, uşaqlar 35-ci sualda possessive case, yəni gəlik hal qaydası istəyir. Ümid edirəm bu qaydanı unutmamısınız. Deməli uşaqlar, this-dən sonra nurse gələ bilər, təbii ki, təkcəsində, amma bunun nəyi yoxdur? Apostrof s-i yoxdur. B variantı doğru cavabdır. C variantına baxırıq. Uşaqlar, this-dən sonra nurse-ü cəmləməli idik. D variantı z-dən sonra cəm isim gəlməz. Y variantı zosdan sonra nurse-ü cəmləməli idilər. B-yə gəlin yenə baxaq. This gəlib, nurse gəlib, apostrof s gəlib. Sadəcə uşaqlar, bəlkə burada phone number sözü çaşdıra bilər. Yəni uşaqlar, bir adamın bir telefon nömrəsi ola bilər, bir neçə telefon nömrəsi ola bilər. Siz əsas struktura belə olanda baxın. Yəni çox da belə suallarda məntiq axtarmayın. Canavarlar müxtəlif heyvanları ovlayırlar. Tərcüməyə baxaq uşaqlar 36-da. Onlar ot yemirlər. Deməli, uşaqlar, wolves hunt different animals, they don't eat grass. Yəni burada heç bir problem yoxdur. Gəlin B-yə baxaq. Canavarlar deyirsə, mən niyə different-lə başlayım? Çıxdıq. C-də uşaqlar are və hunt. Struktur olaraq yanlışdır. To be olan cümlədə feili vermirik. D-də yenə də aren't eat. Struktur olaraq yanlışdır. Y-də yenə də baxıram. Hə, burada don't fondu nə əlaqə? Yəni ki, xoşlamaq, xoşlamırlar. Yəni burada deyir ki, ot yemirlər. Demək ki, ot xoşlamırlar. Ona görə uşaqlar cavab olacaq A variantı. 37-ci suala baxırıq. Aha, 37-də uşaqlar kitabda bu tip testlər daha doğrusu var idi. Üçüncü şəxsin təki nə idi uşaqlar? Yəni mübtədanız he, she ya da it olanda bu feillər, yəni s nə vaxt qəbul eləyir? Söhbət feillərdən gedir ha uşaqlar. Deməli fly uşaqlar nə olmalı idi? Fly es olmalı idi. Çıxdıq. Guess yenə də es olmalı idi. Mix es olmalı idi. Touch yes olmalı idi. Qalır cavab Y variantı. Sings, loves, runs. Gəlin burada S yazım ki, bilin ki, bu yəni belə işlənəcək. Daha sonra uşaqlar 38-ci suala baxırıq. Present simple qaydasıdır. Altına xətt çəkirəm ki, diqqətinizi çəksin. Tuqayın bacıları, Tuqaydan yox bacılarından söhbət gedir. Feildəki S-i silirəm, are walk olmaz. İkinci tərəfdə də söhbət Tuqaydan, yəni he-dən gedir deyə walk yox, walks olacaq. Daha doğrusu slips olacaq. Üzr istəyirəm, biraz şeyləri qarışdırdım. Yəni sisterslə walk, he-lə slips. Slip olmayacaq. Daha sonra uşaqlar 39-cu sualda asan bir present simple qaydasıdır. Avtobuslar və maşınlar cəm olduğu üçün doesn't-ı silək. Not deyə bir inkarlıq yoxdur. Not hansısa bir köməkçi feilə birləşib inkarlıq yaradır. Avtobuslar və maşınlar cəm olduğu üçün doesn't olmaz. Uşaqlar ya don't stop olacaq, ya aren't stop. Siz də bilirsiniz ki, aren't-dan sonra feili vermirik. Cavab qalır don't stop. 40-cı sualda their neighbor take out the trash. Zibili çölə çıxarırlar. Daha doğrusu çıxarır. Neighbor burada təkdir. Təkdirsə uşaqlar və feil varsa isn't vermirəm. Tək də aren't vermirəm. Tək də don't vermirəm. Qalırsınız B ilə Y arasında. B bu arada doğru cavabdır. Gələn Y niyə olmaz? Məsələn, siz düşünə bilərsiniz ki, müəllimə, yəni bəlkə burada təsdiq cümlə qoymaq istəyir. İnşallah təsdiq olsaydı feilə nə artırardılar? S. Ona görə B cavabı doğru cavabdır. 41-ə baxırıq uşaqlar. Translations, adverbs of frequency, zaman zərflərinin tərcüməsi. Usually adətən, always həmişə, sometimes bəzən. Deməli A, Y, bunu B kimi eləyim. Deməli 1A getdi. 2Y cavab olacaq uşaqlar C variantı. Yenə də gəlin baxaq. Usually adətən, always həmişə, sometimes bəzən. Tamam, doğrudur deməli. Bu C variantı doğru cavab olacaq. Bu C biraz qarışıq oldu. Burada C yazın uşaqlar. 42-ci suala gəlirik uşaqlar. 42-də deməli noxudlardan söhbət gedir. Şorbadakı noxudlar. Noxudlar cəmdə olduğu üçün bunları çıxdım. Yəni nədir uşaqlar? Ləzzətli. Feil deyil ki, don't verəm. Cavab olacaq A. Şorbadakı noxudlar dadlıdır. Daha sonra uşaqlar gəlirəm 43-cü suala. 43-də present simple qaydasıdır. Does-la shouts olmaz. A getdi. Fredlə do olmaz. Fredlə do olmaz. Feillə iz verməliyik. Çox rahat Y variantıdan seçə bilirik. 44-cü sual sayılmayan isimlərdir. Sizin favori ümid edirəm mövzunuz. A jar of bir banka, bilirsiniz ki, numarativ sözlər mütləq tək gəlirsə E artiklı verilməlidir. Hanis cəmlənməz C yeni çıxdım, yəni burada E artiklı verilməyib. Uşaqlar qalıram B ilə D arasında. Two jars, bunun sılsı yoxdur deyə cavab B variantı
olacaq. Deyir ki, mənim bacım hər ay səhər yeməyi üçün 2 bankaya da bal alır. Bayıs da burada almaq olacaq. Daha sonra uşaqlar 45-ə keçirik, 45-ci suala. Uşaqlar 45-ci sualda deməli diqqət edirik. Hansı isim cəmləndə S qəbul edir? Hobby ES-dir uşaqlar, bilirsiniz. Y-ni İ-yə çevrilib ES-dir. B variantı nationality ES-dir, çıxırıq. C variantı live, bilirsiniz ki, hətta F, V-yə çevrilir, yenə də ES-dir. Story də həmçinin ES olacaq. Deməli, Y-də watches olacaq. Uşaqlar bizdən C istəyir, düzdürmü? Cavab olacaq D variantı umbrellas, walls, whistles. 46-ya gəldi uşaqlar. Düzgün tərcümə. A tall teacher, ucaboy müəllim. Bu doğrudur. Gəlin digərlərinə baxaq. A round table, kvadrat stol yox, dəyirmi stol. A strong wind, yüngül yox, sərt külək. Bunları çıxdaş eləyək. A thin towel, qalın dəsmal yox, incə, nazik. A short tail, uzun quyruq yox, qısa quyruq. Gəldik 47-yə uşaqlar. 47-də deyir ki, yanlış tərcüməni seç. To sit on the soft sofa, yumşaq divanda oturmaq, düzdür. To speak fast, sürətli danışmaq, düzdür. To laugh at the kitten, pişik balasına gülmək, düzdür. To listen to national music, xarici musiqiyə. Xarici musiqiyə rəqs etmək yox uşaqlar. Milli musiqiyə qulaq asmaq. Bizim səhv cavabımız budur. To rescue the tourist, turisti xilas etmək doğrudur. 48-də choose the line of words which are both a noun and a verb. Həm isim olsun uşaqlar, seçəcəyiniz söz, həm feil olsun. Deməli, isim və feil kimi işlənə biləcək. Yəni tərcümə və diqqət tələb edən sualdır. Uşaqlar, A variantında live ancaq feil kimi işlənir. B variantında speak-i çıxıram, C-də tell-i çıxıram, D-də write-i çıxıram. Düzgün cavab Y olacaq. Visit səfər etmək və yaxud da səfər, həm isim, həm feil. Treat, pay və yaxud da davranmaq, həm isim, həm feil. Wave, dalğa ya da əl sallamaq, həm isim, həm feil. Gəldik 49-a. Bizim kəndimizdə böyük bir göl var. Göldə heç bir timsah yoxdur. Uşaqlar, var deyirsə, itizlə başlamalıyam. Daha doğrusu başlamamalıyam. Yəni zerizlə başlamalıyam. Çünki bir göl deyir. Deməli, A-nı çıxdım. Zeriz. Baxın uşaqlar, fikir verirsiniz. B, C, D, Y-də hamısı elə eynidir. There is a big lake, there is a big lake, like. Belə də yəni. İkinci cümləmə baxın, vaxt itirməyək uşaqlar. Özünüz bilirsiniz ki, vaxtla yarışırıq da, yəni daha doğrusu yarışırsınız 4 dənə fən. Ona görə vaxtımızı itirməyək. Göldə heç bir timsah yoxdur. There are no crocodiles in the lake. Anonsda çıxmışdıq, B-yə baxaq. There are no crocodiles in the lake. Bu doğru cavabdır. Gəlin C-yə baxaq. There are no any, bəli, olmaz. Çıxdıq. Crocodiles fikir verin, uşaqlar cəmlədir, burada isn't yazıb çıxdıq. Zeyardakı uyğun deyil, qalır cavab B variantı. Çıxdaşdan rahat tapa biləcəyiniz sualdır. Uşaqlar, sonuncu sual, school supplies nədir? Mən belə sual verirəm ki, mən sual verəndə siz özünüzə də belə sual-cavab kimi eləyəsiniz. Məktəb ləvazimatları. Uşaqlar, B variantda mansion, malikanə, çıxdıq. C-də balloon, şar, çıxdıq. D-də ladder, nərdivan, çıxdıq. Kukla, yəni gəlincik çıxdıq. Y-də ümumiyyətcə heç hamısını çıxırıq. Qalır cavab A. Backpack, map, ruler. Deməli, sırt çantası, xəritə və xətkeş. Uşaqlar, bu qədər izahımızın sonuna gəldik. Ümid edirəm ki, sınağınız çox yaxşı keçib. Hamıya indidən uğurlar. Sağ olun.